Salamlayıram hər kəsi, kanalıma xoş gəlmisiniz. Bugün mən yenə sizlərlə milli mətbəximizdən olan badambura hazırlayacağım. Badambura üçün bizə lazım olacaq ərzaqlar: əla növ un 600 qram, xama 100 qram, 2 yumurta, birini bütöv istifadə edəcək, birinin sarısını, 10 qram yaş maya, 5 qram vanilin, 20 qram şəkər tozu, 50 qram ərinmiş yağ, 25 qram duru yağ. Bir də süd. Amma südün miqdarını hələ dəqiq bilmirik də, əlavə eləyəcək, baxacaq. Nə qədər işlənsə mən onu reseptdə qeyd edəcəm. İçi üçün bizə lazım olacaq, mən burada götürmüşəm, 250 qram ağ qozlu üyüdülmüş, 100 qram fındıqdır. Ümumi ləpədə də 100 qram ləpəyə 80 qram şəkər tozu əlavə edirik. Bir də hil istifadə edəcək. Keçək xəmirimizi yoğurmağa. Yoğurma qabına unumuzu əlavə edirik. Sonra bura xamanı əlavə edirik. Yağımızı əlavə edirik. Şəkər tozu, vanil, yaş maya, bir yumurtanı bütöv, digər yumurtanın ancaq sarısını əlavə edəcəm. Biraz süd qatıb başlayırıq yoğurmağa. Yoğurduğumuz zaman hissə-hissə əlavə edirik ki, xəmirin tam kıvamını tutana qədər, nə qədər getsə, qramaj olaraq da mən sizə onu reseptdə qeyd edəcəm. Badamburanın xəmiri nə çox bərk, nə də yumuşaq olmamalıdır. Orta yumuşaqlıqda xəmir yoğururuq. Yarım saatlıq badamburanın xəmirini mayalanmaq üçün paketə qoyub gözləyirik. Xəmirimiz mayalana qədər biz də badamburanın içliyini hazırlayırıq. Şəkər tozu edib, ləpənin üzərinə əlavə edib qarışdırırıq. Badamburamızın xəmiri artıq mayalandı, başlayırıq kündələməyə. Ümumi xəmiri tərəziyə qoyub 5 bərabər hissəyə böləcəyik. Kündələrimizin üstünü kulyonka ilə örtürük ki, qurumasın. 15 dəqiqə dincələndən sonra yaymağa başlayacağıq. Badamburanın kündələri 15 dəqiqə dincələndən sonra başlayırıq yaymağa. Masanı duru yağla yağlayırıq. Birinci yaydığımız yuxadan başlayırıq yağlamağa.
Badam buralarımızı yaydıq, yağladıq. 5 dəqiqə dincələndən sonra kəsib rulonları hazırlayırıq. Rulonları mütləq biraz gözlətmək lazımdır ki, biz badam buranın içini dolduranda hər hansı bir cırılma falan baş verməsin ki, badam buralarımızın görüntüsü səliqəli alınsın. Bu şəkildə açırıq, içini doldururuq. Badam buranın bu alt hissəsini, yarısını bu tərəfə, yarısını bu tərəfə edirik ki, badam bura bişən zaman əyilmə falan olmasın. Badam buralarımızın formasını verəndən sonra bir 15 dəqiqə bu şəkildə mayalandırırıq. Sonra 130 dərəcə alt-üst ortada ventilyator işləmə şərti. 30-35 dəqiqə, 40 dəqiqə də ola bilər. Badam buralar tam quruyana qədər fırının qapısını açmadan ən aşağı gözdə setkanın üstündə bişiririk. Videomu izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşmək üzrə. Nuş olsun.